Samirə xanım, sabahınız xeyir, xoş gəlmişsiniz. Sabahınız xeyirli olsun, əziz və sədaqətli telesəhər tamaşaçıları. Günə nə ilə başlayırsınız? Su, çay, qəhvə, yoxsa? Səhərim su ilə açılır, sonra da normal səhər yeməyimiz. Yəqin ki, suyunuzu içmisiniz, səhər yeməyinizi yemisiniz. Suyumu da içmişəm, səhər yeməyimi də yemişəm, ona görə kofe olar. Onda sizə bir qəhvə gəlsin, başlayaq. Təşəkkür edirəm. Rubrikamızın şərtləri ilə tanışsınız, qarşınızdakı sualları cavablandıracaqsınız. İlk sualı isə sizdən əvvəlki qonağımız əməkdar artist Həcər Ağayeva ünvanlayıb. Samirə xanım, özünü sənətdə sevir, yoxsa sənət özündə? Özümü sənətdə sevirəm, ona görə ki, çünki mən bu sənətə çox yaraşıram. Allah mənim üz cizgilərimdən belə elə yaradıb ki, bizim o milliliyimizi daşıyan bir xanım olmalıymışam. Və mən bu milli musiqini, aşıq sənətini daşıyıcısı olmağım, ifaçısı olmağım mənim üçün daha çox sevdirdi məni. Və onu daşımaqdan qürur duyuram. Hazırsınızsa başlayaq rubrikamızın suallarına. Buyurun. Ana, müəllim, sənət adamı hansı titulu daşımaq daha ağır və məsuliyyətlidir? Ay, mən bunları seçə bilmərəm. Ana olmaq da gələcəyin cavabdehliyidir. Müəllim olmaq da gələcəyin cavabdehliyidir, elə bu günün də. Sənət adamı da bütün xalqın incəsənətinin, mədəniyyətinin siması olmaq deməkdir. O da böyük bir məsuliyyətdir. Vallahi hamısı ağır və məsuliyyətlidir. Sosial şəbəkə hesablarınızı özünüz idarə edirsiniz. Hansı sosial şəbəkədə daha aktivsiniz? Bəli, özümü idarə edirəm hamısını, amma ən çox aktivəm Instagramda və YouTube'da. Keçək növbəti sualımıza. Səhnədə geyim yoxsa ifa? Hansı tamaşaçını ofsunlamaq üçün mütləq və vacibdir? Allah, elə suallar verirsiniz ki, heç birindən pas keçə bilmirəm. Geyimə görə qarşılayırlar səhnədə insanı. Çıxışına görə də, ifana görə də yola salırlar. Ona görə də vəhdət təşkil eləməlidir. Növbəti sual. Aşıq mahnıları ilə sintez edilən musiqilər sizi narahat etmir ki? Yox, etmir. Çünki bunları elə birinci başlayanı özüm olmuşam, bu addımı atan. Bəs bu addımınız, bu yeniliyiniz necə qarşılandı? Allaha çox şükürlər olsun ki, müsbət qarşılandı. Sintez gözəl bir şeydir. Yetər ki, sən ona peşəkar yanaşasan. Qadın nə istəyir? Ay Allah, nə istəmir ki? Diqqət, rahatlıq, pul. Bir dənə də sual var, onu da mən deyim. Sevgi. Sual verin ki, qadın nə istəmir? Mən onu çox fikirləşərəm. Görürsən, nə istəmirəm. Bir qadın nə qədər gözəllik varsa, nə qədər işıq varsa, nə qədər istilik, sevgi varsa, onun hamısını istəyər. Sazın, sözün sehrinə düşəndə nələri unudursunuz? Ay Allah, hər şey canlı ifa olanda, xüsusən də tamaşaçı qarşısında, dinləyici yanında, ola bilər bir nəfər yanında oturub məni dinləyir. Fərq eləmir. İfa edəndə ruhun səni tərk edir. Və nəhayət sona gəldik. Növbəti qonağımız kim olsun? Əməkdar mədəniyyət işçisi, modelyer Gülnarə Xəlilova. Bəs sualınız necə olacaq? Siz ən gözəl geyimlərinizi, ən çox sevdiyiniz geyimlərinizi, ən çox sevdiyiniz nəğmələri ifa edərək təqdim edərdinizmi nə vaxtsa? Samirə xanım, vaxt tapıb rubrikamızın suallarını cavablandırdığınız üçün sizə təşəkkür edirik. Təşəkkür edirəm ki, səhər-səhər o mənim enerjimi sizlərlə, tamaşaçılarla bölüşməyə mənim üçün gözəl bir görüş təyin elədiniz. Və təşəkkürlərim əlbəttə ki, Hill restoranına kofedən yoxdur.